olsun. Hazırda meteosal page sistemlərinin ən son page və radar məlumatlarının təhlilləri tanış oluruq. Azərbaycan vaxtla saat 17:15 radələrində olan son page və radar məlumatlarının təhlillərinə əsasən hazırda Böyük Qafqaz rayonları ərazisində Böyük Qafqazın Balaçan, Zaqatala, Şəkirqağ, Oğuz, Qəbələ, İsmayıl, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz və Dağlıq Şirvanın dağ kəndlərində intensiv xarakterli topa yağış buludlarının aktiv inkişafı müşahidə edilir və eyni zamanda Qazax, Gəncə, Qazax, Ağsaval, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göyçə, Goranboy və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kərbəçər, Şuşalaşın, Xankəndi, Zəngəzur, Zəngilan, eyni zamanda Naxçıvan, əksər dağ kəndlərində və artıq mərkəzi aradan cənubundan yayılan bu topa yağış buludlarının tədricən Bakı, Abşeron, Sumqayıt ərazisinə doğru yaxınlaşması müşahidə edilir. Lakin Bakı, Abşeron, Sumqayıt ərazisində isə hava şəraitindəki kəskin dəyişikliyin əsas başlanğıcı mayın 21-dən 22-sinə keçən gecə saatlarında gözlənir. Mayın 22-si günün birinci yarısında isə bu prosesin pik dövrü gözlənir. Xüsusilə də Xəzər dənizində artıq bu Bakı, Abşeron, Sumqayıtın Xəzər dənizi sektoruna doğru yaxınlaşan bu topa yağış buludlarının təsirindən qəfil dəyişiklik gözlənir bu gecə saatlarında. Artıq bu proseslərin yaxından izlənməsi çox vacib sayılır. Xüsusilə də kanalımızda ən son dəqiqə qısa və uzun videolar yayınlanacaq. Bu sistemin aktiv inkişafı yaxın saatlarda bir qədər də güclənəcək. Xüsusilə də mayın 21-i axşam saatlarında Böyük Qafqazın Balaçan, Zaqatala, Şəkirqağ, Oğuz, Qəbələ, İsmayıl, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvandakı yağıntıların leysan xarakterli intensiv və güclü olması, dolu yağması, donunun diametrinin isə topa yağış buludlarının və supersel buludlarının aktiv inkişafı nəticəsində iri dənəli dolu yağıntıların yağması ehtimalları var. Eyni zamanda bu yağıntıların yağdığı ərazilərdə, yəni topa yağış buludlarının keçdiyi ərazilərdə isə küləklərin də qısa müddət ərzində qəfildən güclənməsi gözlənir. Eyni zamanda Qazax, Gəncədə və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kərbəzər, Şuşalaşın, Xankəndi, Zəngəzur, Zəngilan ərazilərində də leysanla bərabər küləklərin qısa müddət ərzində güclənməsi, dolu yağması ehtimalları var. Ümumilikdə Azərbaycan mərkəzi rayonlarında da yaxın saatlarda havada buludluğun bir xeyli artması, mayın 21-dən 22-sinə keçən gecə saatlarında isə artıq bu ekstratropik tipli siklon sisteminin Xəzər dənizi ərazisinə doğru daxil olması nəticəsində bu sistemin keçdiyi ərazilərdə hava axınları ilə bu buludların Xəzər dənizindən Azərbaycanın Xəzər dənizə yaxın şərq rayonlarına, yəni şimaldan tutmuş cənuba qədər, yəni şimaldan Böyük Qafqazın şimal-şərq yamacları olan Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Siyəzən, Dağlıq Şirvanda, Bakı, Abşeron, Sumqayıt ərazisində, mərkəzi aranın Xəzər dənizinə yaxın olan cənub-şərq rayonlarında, yəni Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar ərazilərində, eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Astara, Yadma və Levişdə mayın 21-dən 22-sinə keçən gecə saatlarındakı sistemin artıq daha da güclənməsi gözlənir. Xəzər dənizi arasında aktiv topa yağış buludlarının inkişafı gözlənir və bu buludların lokal xarakterli qəfildən supersel buludlara da çevrilməsi ehtimalları var. Dünya praktikasında, dünyanın bir sıra ərazilərində artıq iqlim dəyişikliyi nəticəsində bu topa yağış buludlarının qəfildən supersel buludlarına partlama şəklində keçməsi qeydə alınıb əvvəlki dövrlərdə, yəni yaxın dövrlərdə və Azərbaycanda da artıq iqlim dəyişikliyi nəticəsində bu tip proseslər nəticəsində Bakıda qısa müddətli modellərin göstərmədiyi bir şəkildə qəfildən şiddətli yağışların yağması gözlənir. Yəni bu riskləri ciddi qəbul etmək lazımdır. Ümumilikdə iqlim dəyişikliyi nəticəsində artıq dünyadakı bir sıra ölkələrin paytaxtlarının iqlim dəyişikliyi nəticəsində ciddi zərərlər görməsi gözlənir 2030-cu ilə qədər və ümumilikdə isə artıq Bakı kimi sahil ərazisində yerləşən şəhərlər xüsusi risk daşıyır. Ümumilikdə dünyada bir sıra dənizlərdə və okeanların sahillərində yerləşən şəhərlərdə ciddi dəyişikliklər gözlənir. Bakıda Xəzər dənizinə yaxın olduğu üçün Xəzər dənizi ərazi də kiçik olsa da Xəzər dənizindən formalaşan hava kütlələri qısa müddət ərzində lokal fırtınalara, lokal dolu proseslərinə, yəni qəfil şiddətli yağışlara, hətta mini qasırğalara belə səbəb ola bilər. Yaxın illərdə hətta Xəzər dənizində belə mini qasırğaların, yəni dünya praktikasında bu okeanlarda formalaşan böyük qasırğaların kiçik bir versiyasında Xəzər dənizində, xüsusilə də bu Bakının bu Xəzər dənizi akvatoriyasında inkişafı ehtimalları var. Yəni yaxın illərdə artıq Xəzər dənizində də qasırğalara biz müşahidə edə bilərik, subtropik fırtınaları müşahidə edə bilərik. Yəni bu risklərə hazırlıqlı olmaq lazımdır. Yəni iqlim, dünyada keçirilən bu iqlim sammitlərdə artıq həmin bu sammitlərdə keçirilən bu seminarlar da, bu danışıqlar da onu göstərir ki, həqiqətən də şəhərlərin ciddi risk altında olması gözlənir. Hətta mən deyərdim ki,
yaxın illərdə bu Bakıdakı insan sayının tədricən bu daxili rayonlara doğru köçürülməsi nəzərdən keçirilməlidir. Çünki xüsusilə də bu başda bu insanların bu qədər sıx məskunlaşması və bu sel daşqın su basma nəticəsində artıq zərərləri daha da qat-qat daha da artıracaq. Yaxın illərdə artıq tədricən bu Dağlıq Qarabağa doğru, xüsusilə də bu Xankəndi arasına doğru insanların köçürülməsi bu başdakı insan sayını bir qədər azalda bilər ki, bu da gələcək dövrlərdə su basma hadisələri baş verən dövrlərdə artıq bu su basma risklərini bir qədər azalda bilər. Hətta mən deyərdim ki, buna təbii ki, milyardlarla dollar pul lazımdır. Bakının yaxın gələcəkdə Gəncə, Xankəndi və yaxud da Kürdəmir rayonlarına tədricən bu əhalinin köçürülməsi vacib sayılır. Çünki 2030-cu ilə qədər iqlim dəyişikliyi nəticəsində bu Xəzər dənizinin yaxınlanan şərq rayonları və Bakıda ciddi hava hadisələrində dəfələrlə artım gözlənilir. 2030-cu ildən sonra isə artıq Bakı kimi bir şəhərdə artıq mən deyərdim ki, iqlim dəyişikliyi nəticəsində demək olar ki, normal bir şəraitdə yaşamaq çox çətin olacaq. Yəni bu riskləri ümumi olaraq nəzərə almaq lazımdır. Bu riskləri yaxından izləmək lazımdır. Yaxın saatlarda bu topa yağış buludlarının ciddi inkişafı nəticəsində Xəzər dənizinə yaxınlanan şərq rayonlarında hava şəraitinin cəhsinin dəyişilməsi, yəni Azərbaycan vaxtı ilə mayın 21-dən 22-dən keçən gecə, mayın 22-si gecə saatlarında topa yağış buludlarının qəfil inkişafı gözlənir. Yəni hava şəraiti sabit ola bilər, lakin bu insanları aldatmasın. Mobil təbliğlər bu sistemləri göstərmir. Qlobal modellər bu sistemləri zəif göstərir. Çünki birbaşa pH və rəqəm məlumatdan izləyəni bir görürük ki, bu sistemlərin qlobal modellərdə göstərilmədiyi şəkildə anidən, qəfildən güclənməsi faktiki olaraq müşahidə edilir və bu sistemlərin qəfil inkişafı, qəfil güclənməsini nəzərə alaraq Bakıda da bu gecə saatlarında hava şəraitinin cəhsinin dəyişilməsi ehtimalları var və bu risk yüksək qiymətləndirilir. Bu barədə ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.